Əvvəlki illərdə olduğu kimi ötən ildə Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət əslən Azərbaycandan olan Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri Kiyevskaya Ploşad şirkəti olub. Yenabaz.com xəbər verir ki, bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan Forbes nəşri tərəfindən hazırlanan Rusiyanın daşınmaz əmlak kralları adlı hesabatda yer alıb. Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus Kiyevskaya Ploşad şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 2 milyard 400 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 400 milyon dollar artıb. Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan Evropeyski Ticarət Mərkəzi və Food City Korporativindən əldə olunub. Hazırda Kiyevskaya Ploşad şirkətinin sərəncamında ümumi sahəsi 2 milyon 300 min kvadrat metr olan ticarət mərkəzləri, 92.800 kvadrat metr olan ofis sahələri, 320 min kvadrat metr olan anbarlar və 1550 otaqdan ibarət otellər var. Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci ildə Quba rayonunda anadan olublar. Rusiyanın daşınmaz əmlak krallarının ilk onluğunda daha bir Azərbaycanlı Kroks Qrup şirkətinin sahibi Araz Ağalarov da yer alıb. Araz Ağalarovun ötən il icarədən əldə etdiyi gəlirləri 55 milyon dollara artıb və o 300 milyon dollarlıq gəlirlə 8-ci sırada qərarlaşıb. Qeyd edək ki, Araz Ağalarova məxsus daşınmaz əmlaklara Kroks Expo və Moskvanın Kaşirski prospektində yerləşən Vegas ticarət mərkəzi daxildir. Xatırladaq ki, 22 mart 2024-cü ildə Ağalarova məxsus Kroks City Hall konsert zalında terror aktı baş verib və 140-dan çox adam ölüb, 500-dən çox insan yaralanıb. 2024-cü ildə olduğu kimi ötən ildə daşınmaz əmlak kralları adlı hesabatda ikinci sırada erməni əsilli iş adamı və hazırda Ermənistanda həbsdə olan Samvel Karapetyan qərarlaşıb. Onu da bildirək ki, 2022-ci ildə Zarax İliyev və Qod Nisanovun gəlirləri ikinci sırada olan Samvel Karapetyanın gəlirlərindən 1 milyard dollar çox idisə, 2023-cü ildə bu fərq 1 milyard 120 milyon dollara, 2024-cü ildə 1 milyard 315 milyon dollara, 2025-ci ildə isə 1 milyard 700 milyon dollara yüksəlib. Rusiyada daşınmaz əmlak krallarının ilk onluğunu təqdim edirik.